Mən də deyirəm ki, cəmiyyət məni niyə düz anlamayıb? Mən bəyəm Azərbaycan kişilərini təhqir etmişəm. Bəziləri yazır mənə. Səidə xanım, deyirsiniz ki, uşaq pulu istəyənlər kişi fahişələrdir. Dedim, bir cümləni verin. Ürəyiniz hansı formada istəyir? O formada da üzr videosu çəkəcəm. Dedi, danışığınızdan elə çıxır. Deyirəm, danışıqdan elə çıxmır. Danışıqdan sən elə çıxardırsan. Mən nə demişəmsə, sözümün ağasıyam. Sözümün üzərindəyəm. Bugün də üzərindəyəm. Heç bir Azərbaycan qadınını heç kim aşağılaya bilməz. Heç bir Azərbaycan qadınını süni intellektlə hansısa kişi ilə qucaqlaşıb şəklini paylaşa bilməzsiniz. Paylaşanlar kişi fahişələridir. Mən demişəm, Azərbaycan kişisi uşaq pulu istəməməlidir. Mən istəmirəm Azərbaycan kişilərini o vəziyyətdə görüm ki, onlar uşaq puluna möhtac qalsınlar. Gəlin iş istəyək, bölgələrdə iş yerləri açılsın. Biz buna çalışaq. Hamıdan çox uşaq pulunu mən istəyirəm demişəm. Və siz mənim sözlərimi nə qədər kontekstdən çıxardacaqsınız? Bizim jurnalist həmkarlarımızdan biri də sizin sıranıza qoşulursa, o zaman yenə də deyirəm, mən cəmiyyəti qınamıram. İndi başa düşdüm cəmiyyət məni niyə düz anlamadı. ANS-də o adın altında yazılırdı. Dəqiq qərəzsiz, vicdanlı. Siz ANS məktəbini keçmisinizsə, siz dəqiq məlumat verməliydiniz. Qərəzsiz olmalıydınız və vicdanlı yanaşmalıydınız məsələyə. Çox təəssüf eləyirəm amma. Bu uşaq pulu məsələsinə bir daha qayıtmayacağam mən. Onsuz da özü necə istəyir düşünən, yenə də elə düşünəcək. Heç mənası yoxdur buradan nələr də desəm. Cürəti özünüzdə toplayın ki, o söyüş söyəndə cürətli olursunuzsa sosial şəbəkələrdə. Cürəti özünüzdə toplayın, aidiyyatı üzrə istəyin uşaq pulunu. Çox xahiş eləyirəm. Bu görkəmə düşməyin də. Biz bu olmalı deyilik. Kişilər var idi ki, yanından keçirdin, ayaq üstündə dayanırdı, ayaq üstündə dururdu. Çömbəldiyi yerdən Azərbaycan qadınına hörmət olaraq. İndi kişilər Azərbaycan qadını üzərində kişiliklərini onu söyməklə göstərirsə, ola bilməyəcəksiniz. Vallahi ola bilməyəcəksiniz. Elə indi burada yazanlar da bu şərh bölməsində, digər şərh bölmələrində yazanlar da var ha. Yazdığınız qədərsiz.